Salam əziz şagirdlər, dəyərli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz sözün leksi və qrammatik mənasıdır. Əvvəlki izahımızda 50-ci suala qədər izah etmişdim. Bugün isə ardını izah edəcəm. İzaha keçməzdən əvvəl videoyu bəyənməyi, kanala abunə olmağı unutmayın. Keçək testimizə. 51-ci sual. Altından xətt çəkmişsizlər leksi baxımından nədir? Bizə bircə xal lazımdır. Say miqdar mənasında. Xal üzünə xüsusi yaraşıq verirdi. Xırda ləkə mənasında amonimdilər. Buradan bizə bir qarış yoldur, ölçü vahidi mənasında. Əvəzin işlə qarışma olma, hərəkət mənasında işlənmişdir. 51-də cavabımız B olacaq. 52-ci sual. Biri sərgilənən, sərgidə nümayiş edən əşya mənasında eksponat. Biri çiğdi təmizlənmiş, çiğsiz pambıq mənasındadır. Mahluc. Mahut isə yarım yum parça deməkdir. 54-cü sual. Hansı sözün leksik mənasının izahı verilməmişdir? Deməli, danlaq, məzəmmət, tənə, coğrafi ad, toponim, inkişaf, dəyişmə, yeniləşmə, təkamül, hərbi xidmətdən buraxılma, tərxiz, təminat isə maddi yardım deməkdir. 54-də cavabımız D olacaq. 55-ci sual. Hansı sözün leksik mənasının izahı verilməmişdir? Qəbul etmə, bəyənmə, təqdir, məlumatın yalan olduğunu bildirmə, təksib, başqasının hərəkətini, danışıq dərzini təşkil etmə, təqlid, qorxutma, ədələmə, təhdid, elə cavabımız oldu təhrik, həvəsləndirmə. 56-cı suala baxaq. Ehtiram sözünün leksik təhlilindəki səhvi müəyyən edin. Ehtiram hörmət deməkdir. Ehram sözlə sinonimdir. Xeyr, ehram piramidadır. Elə 56-da cavabımız olacaq. Antonimi var, bəli. Hörmətsizlik, sayğısızlıq, ümumiçlər sözdür. Bəli, leksik mənasına görə hörmət deməkdir. Amma kimi işləyə bilmir. Doğrudur. 57-ci sual. Rişxənd sözünün leksik izahı ilə bağlı səhvi müəyyən edin. Riqqət sözü ilə sinonimdir. Rişxənd istehza, ələ salma bir növ deməkdir. Riqqət isə ürək yumuşaqlığı, könül yumuşaqlığı. 57-də cavabımız olacaq A variantı. Sinonim istehza sözüdür. Bəli. Antonimi yoxdur. Bəli, tək mənalıdır. Amma kimi işləyə bilmir. Doğrudur. 58-ci sual. Verilən fikirlər hansı sözə aid etmək olar? Eyni hissəsinə aid amonimdir. Baxaq. Bağ, bir bağ-bağça mənasında isim. Bir də var bağ, ayaqqabının bağı, o da isimdir. Süjet amonimi olmur, darğa amonimi olmur. Burun bir insanın burnu mənasında. Bir də var termin coğrafiyada burun, ümid burnu məsələn. Dar, ensiz mənasında. Bir də var dar ağacı mənasında isim sifət kimi. Ona görə Y variantda çıxdı. Termin kimi işlənə bilir. Bəli, burun işlənir. Bağın məna tayları isə termin kimi işlənə bilmir. 58-də cavabımız olacaq D variantı. 59-cu sual. Verilən fikirlər hansı sözə aid etmək olar? Müxtəmil hissəsinə aid homonimdir. An, anmaq mənasında feil. Bir də var an isim kimi. Nəticə, nəvə, nəticə. Bir də var nəyinsə nəticəsi sonu. İsimdir. Eyni hissəsinə aid çıxdı. Bizdən müxtəmil hissəsi istəyir. Bal, yediyimiz bal. Bal, bir var qiymət bal. Eyni hissəsi də çıxdı. Surət, insanın surəti, görünüşü. Surət isə məxrəc, surət məxrəc mənasında ikisi də isimdir. D variantda çıxdı. Yolmaq, bir var yol, isim kimi, bir də var yolmaq feil kimi. Müxtəmil hissəsinə aiddir. Termin kimi işlənə bilmir. Bəli, hər ikisi tək məna sözdür. Yol, sənət yolu məsələn üçün, həyat yolu burada çox mənalı kimi işləndi. Ona görə Y variantda çıxdı. Elə cavabımız olacaq 59-da A variantı. 60-cı sual. Sözlərdən birinin leksik mənası düzgün göstərilməyib. Deməli, fauna olacaq. Çünki fauna hər hansı bir ərazinin bitkilər aləmi deyil, heyvanlar aləmidir. Bitkilər aləmi isə floradır. Sonra keçək 61-ci suala. Məlumat sözlə bağlı səhv fikir müəyyən edin. Həm leksik, həm qrammatik mənası var. Doğrudur. Antonimi yoxdur. Doğrudur. Çox mənalı söz deyil. Paxlarlar fəslində sonra olan dəlil bitkidir. Amonimi vardır. Xeyr, yoxdur. Elə 61-də cavabımız olacaq E variantı. 62-ci sual. Hansı sözün leksik mənası düzgün verilməmişdir? Variant bir şeyin başqa bir şeydə tərtibi işlənməsi doğrudur. Subyekt üzərində iş görülən şəxs əşyadır. Xeyr, subyekt icra edən şəxs deməkdir. Ona görə 62-də cavabımız olacaq B variantı. İzdiham bir yerdə yığılan böyük insan kütləsi, etiraf öz səvrini boyun alma, iyanə bir xeyir üçün ehtiyacı olan üçün toplanan pul maddi yardım doğrudur. 63-cü sual. Hansı sözün leksik mənası düzgün verilməmişdir? Həqarət, heysiyyət, mənliyə toxunan hərəkət söz düzdür. Anarxiya, etməzlik düzdür. Obyekt fəaliyyəti icra edən şəxs xeyr. Obyekt üzərində icra olunan əşya. Belə deyək. 63-də cavabımız olacaq C variantı. Sonra forma bir şeyin xarici görünüşü doğrudur. Mütəmadi daimi sürətdə baş verən doğrudur.
64-cü suala baxaq. Nümunə ilə bağlı fikirlərdən biri səhvdir. Deyir, 3-cü, 4-cü misralarda yol sözü dəfə sözünün sinonimidir. Bir yol səni düşünəndə 1000 yol ağlım çaşar mənim, bir dəfə səni düşünəndə 1000 dəfə ağlım çaşar mənim. Doğrudur. Birinci misrada dolaşsan sözü gəzmək sözü sinonimdir. Dolaşsan yenə gendə, gəzirsən yenə gendə. Doğrudur. İkinci misrada saç sözünün amonimliyi vardır. Bir var saçmaq, bir də var ki, insanın saçı. Doğrudur. Dördüncü misrada frazoloji birləşmə işlədilib. Baxaq, ağlım çaşar. Bəli, doğrudur. Dördüncü misradakı ağlım çaşar ifadəsinin frazoloji sinonimi dəli olmaqdır. Olmaq, etmək, bilmək kimi sözlər frazoloji birləşməyə sayılmır. 64-də E variantı. İstisna sözlər çıxmaq şərti ilə. 65. Nümunə ilə bağlı fikirlərdən biri səhvdir. 3-cü misrada işlənmiş biz və elə sözləri amonimlik yaradır. Baxaq. Deməli, biz bir ayaqqabının bizi, bir də biz əvəzlik kimi. Bir də var elə, biri var eləmək feil kimi, bir də elə əvəzlik kimi, bir də ədat kimi. Doğrudur bu. 4-cü misrada evi dağılma ifadəsinin frazoloji sinonimi işlənmişdir. Baxaq. Talan olmaq, dedik ki, eləmək, etmək, olmaq, bilmək kimi sözlər frazoloji birləşməyə götürülmür. Ona görə 65-də cavabımız olacaq B variantı. Sonra ikinci misrada amonimliklərdən 2 söz var. Baxaq, biri var yaddır, biri var dağdır. Deməli, yad insanın yaddaşı, bir də var yad özgə mənasında. Dağ vurmaq mənasında, bir də var dağ, təpə dağ mənasında. Bu da doğrudur. Sonra nümunəli yad sözü özgə sözünün sinonimi doğrudur. 4-cü misrada köklə olan sözlər işləmişdir. Deməli, biri taladır, biri də dağdır. Talamaq, bir də var tala cığıra mənasında, dağ vurmaq, bir də var dağ, təpə dağ mənasında, bu da doğrudur. 65-də cavabımız B olacaq. 66-cı sual, fikirlərdən biri səhvdir. Atlas parça növü, atlas xəritələr toplusu deməkdir, doğrudur. Boya amonimdir, isim və feil kimi işlənir. Boyamaq, bir də var boya isim. Min müxtəlif hissələrdən aid homonimdir. Min say kimi, bir də var minmək feil kimi. Manqurt düşünmə qabiliyyətini itirmiş adam mənasındadır. Doğrudur. Baş həm çox mənalı da onun üçün işlənən sözdür. Xeyr, ancaq çox mənalı kimi insanın başı, dağın başı mənasında. Keçək 67-ci sual. Fikirlərdən biri səhvdir. Deməli, iffətli istinadlı həyalı namus sözləri sinonimdir. Doğrudur. Dolu amonimdir. Sifət və isim kimi işlənir. İsim kimi işlənəndə dolu yağdır. Bir də var sifət kimi dolu qab məsələn üçün doğrudur. İncimək, bir də var incinə isim. Bikar hissi məşğuliyyəsi deməkdir. Doğrudur. Göz həm çox mənalı həm də onun üçün işlənən sözdür. Göz insanın gözü. Şkafın gözü mənasında, amma amonim üçün işlənən sözdür. Xeyr, bu səhvdir. Cavabımız olacaq 67-də Y variantı. 68-ci sual. Boya və boyaq sözlərinin, yəni isimlərinin leksik mənalarla bağlı ortaq cəhəti müəyyənləşdir. Hər ikisi antonimi vardır. Xeyr. Hər iki söz ancaq qrammatik məna malikdir. Xeyr. Çünki hər ikisi əsas hissədir. Leksik mənada malikdir. Hər ikisi amonim olaraq əşya hərəkət bildirir. Boyaq hərəkət bildirmir. Bu da çıxdı. Çox mənalı umumi xüsusiyyətlə malikdir. Boyaq amonim olmur. Bütün üslubun məqamlarda bir-birini əvəz edə bilmir. Bəli, saçma boya vurdum, boyaq vurdum demək olmur. Yəni, boyaq qoydum demək olmur. Ona görə 68-də cavabımız olacaq E variantı. 69-cu sual. Verilən sözlərin üçün aid olan ortaq xüsusiyyətləri müəyyən edin. Demək, üçü də amonimdir. Doğru, bir var qoşma kimi, evə doğru. Bir də var doğru söz, sifət kimi, müxtəlif hissəsi. Qarşı, evə, sənə qarşı qoşma kimi. Bir də var qarşı, tərəf, sifət kimi, müxtəlif hissəsi. Yazmaq, feil, bir də var yaz fəsli isim müxtəlif hissəsinə aiddir. Yaz qrammatik mənası olan sözlər kimi işlənə bilir. Xeyr, əsas nitq hissəsi kimi işlənə bilir. Leksik mənası olur. Bu çıxdı. Həm müştəq, həm köhnəmi sözlər kimi işlənə bilir. Xeyr. Termin kimi işlənə bilir. Xeyr, işlənə bilmir. Bu da çıxdı. Bu da çıxdı. Müxtəlif hissəsinə aid homonimlərdir. Bəli, indi dedim. Eyni hissəsinə aid homonim sözlərdir. Xeyr. Deməli, 69-da cavabımız oldu. D variantı 70-ə keçək. D sözlərin mənasını nəzərə ardıcılığı müəyyən edin. Üstünlük imtiyaz deməkdir. Suyun axdığı yol məcra. Yumru şəkildə sarılmış ip yumaq. Legal isə qanunla icazə verilən deməkdir.
Cavabımız olacaq 4, 2, 1, 3. D variantı. 71. Fərasət sözünün leksiyası ilə bağlı səhv fikirlərdir. Bacar sözlə yaxın mənalıdır. Doğrudur. Termin kimi işlənən sözdür. Xeyr, səhvdir. Sinonimi vardır. Fərasət, bacarıq doğrudur. Amonim kimi işlənə bilmir, doğrudur. Antonimi fərsi sözdür. Fərsi sifətdir, fərasət isə isimdir. Amma demək sinonim kimi götürmək olmaz. Ona görə cavabımız olacaq 2 ilə 5. Səhv istəyirdi bizdən. 72-ci sual. Zərif sözün leksiyası ilə bağlı səhv işlənmək edin. Antonim kobud sözdür, doğrudur. İncə sözü ilə yaxın mənalıdır, doğrudur. Tək mənalı sözdür, xeyr. Zərif düşüncə, zərif fikir burada çox mənalı oldu. Deməli, səhvdir, 3-ü götürdük. Nəfis sözü ilə sinonimidir. Nəfis sözünün sinonimidir. Nəfis tərtibat, incə tərtibat, zərif tərtibat, bu doğrudur. Məktub paket mənasında işlənmişdir. Xeyr, o zərfdir, məktub mənasında işlənən. Ona görə cavabımız olacaq 3 ilə 5. Sonra 73-cü suala keçək. Verilən sözlər üçün aid olan ortaq xüsusiyyətlər müəyyən. Hər üçü də amonimdir. Deməli, ay yerin P2 ay, bir var sentyabr, oktyabr ayı mənasında isim oldu, bir də var ay nida oldu. Həm eyni hissəsinə aid, həm də müxtəlif. Düzmək, feil kimi, dərə, təpə, düz mənasında isim kimi, düz yol, sifət kimi, düz ədat kimi, düz burnumun yanında dayanıb. Burada isə ədat kimi işləndi. Müxtəlif hissəsi tək bir ədat kimi işlənir. Bir də var yerin təki isim kimi. Bir də var tək sifət kimi işlənə bilər. Məsələn üçün, tək əldən səs çıxmaz. Müxtəlif hissələr amonim sözlərdir. Bəli, biri götürərdim. Çox mənalı sözlərdir. Baxaq, xeyr. Termin kimi işlənə bilir, xeyr. Həm leksiya, həm qrammatik mənaya malikdir. Məsələn üçün, hamısı əsas hissəsi olaraq həm leksiya, həm qrammatik mənaya malik oldu. Məsələn, ay isimdir, həm leksiya, həm qrammatik mənası var. Məsələn, düz feil kimi işlənə bilər, həm leksiya, həm qrammatik mənası var. Tək sifət kimi işlənib, həm leksiya, həm qrammatik mənası kimi götürmək olar. Ona görə cavabımız olacaq 73-də 1, 4. 5-ə də baxaq, eyni hissəyə aid olmayan sözlərdir. Xeyr, müxtəlif hissəyə aid homonim sözlər idi. Cavabımız oldu 1, bir də 4. Sonra 74-cü suala baxaq. Nümunənin altına xətt çəkimi sözlə bağlı yanlış fikirlənmək edin. İxtiyar sözünü istəyir bizdən. Antonimi yanlış istəyir. Antonimi cavanlıq sözüdür. Xeyr, ixtiyar sifəti, cavanlıq isə isimdir. Ona görə biri götürəcək, yanlış istədi. Amma mümkün işlənə bilən sözdür. Baxaq. Bəli, ixtiyar bir isim kimi, bir də ixtiyar qoca mənasında doğrudur. Qoca yaşa dolmuş mənasında işlənmişdir, doğrudur. Müxtəlif sənəd homonimli olan sözdür, doğrudur. Termin kimi işlənə bilir, xeyr, işlənə bilmir. Cavabımız olacaq 1, bir də 5. 75-ci sual, nümunədəki sözlərlə bağlı doğru fikirlər müəyyən edin. Demək, birinci misrada müxtəlif sənəd homonim sözlər vardır. Baxaq, biri saldı, biri mindi, biri də güldü. Salmaq mənasında feil kimi, bir də var sal daşları isim kimi, minmək feil kimi, min say kimi, gül, gülmək, bir də var gül isim kimi. Biri götürəcək, çünki müxtəlif istəmişdi bizdən. İkinci misrada homonimli olan köməkçi hissəsi işlənir. Baxaq, lə. Burada bəzədə torpağa süsən və sümbül bağlayıcı kimi işlənib, qoşma ilə də amonimdir. İkini də götürmək olar. Gülər sözü sifət feil kimi işlənən amonimdir. Xeyr. Gülər sifət kimi işlənə bilər. Mənası gülər adam, necə adam. Amma gülər feil kimi işlənəndə kökü gül, başlanğıc olması gül götürülür. Ona görə 3 çıxdı. 3 sözü amonim xüsusiyyətlə malikdir. Bəli. Toyuğun başını üzmək, dənizdə üzmək mənalarında. Bir də var insan üzü. 1, 2, 4. Bütün sözlərin leksiya, qrammatik mənası vardır. Qoşmanın, bağlayıcının qrammatik mənası yox idi. Ona görə 5 də çıxdı. Cavabımız oldu 1, 2, bir də 4. Doğrunu istəyir bizdən. İtirmək feilini üslub cəhətdən əvəz edə bilən ifadəyə işləndiyi cümlələri müəyyən edin. Deyir, təzə aldığı telefonu tez-tez unudub evdə qoyurdu. Təzə aldığı telefonu tez-tez itirib evdə qoyurdu, düz gəlmir. Bir ay davam edən döyüşdə torpaqların bir hissəsini əldən verdilər, itirdilər. İçini götürmək olar.
Sonra sənədləri atasına göstərmək üçün yaxınlaşdı, o gözünə dəymədi, itirdi, mənası çıxır, üçüdə çıxdı. Dost ölümü ona həyatın vurduğu ən böyük zərbə idi. Dostu itirmək ona həyatın vurduğu ən böyük zərbə idi, yerinə qoymaq olar. Sonuncu ümidi puç olan ana kör peşman geri qayıdırdı. Sonuncu ümidi itən ana kör peşman geri qayıdırdı. Deməli, cavabımız oldu 2, 4, bir də 5. 76-da cavabımız oldu 2, 4, 5, 27-yə baxaq. Deməli, cümlədə altına xətt çəkmiş sözlər əsasında uyğunluq müəyyən edin. Bəşəriyyət üçün ən böyük təhdid, ətraf mühitə çirklənməsi, nüvə müharibəsi və terror kimi cinayətlərdir. Yeni layihənin özünə məxsusluğu insanlar təşviq yolu ilə tərəqqiyə səsləndirməkdir. Həvəsləndirmək, təşviq. Ardına baxaq. Deməli, bir də insan təlqin vasitəsilə başqalarının fikirlərini dəyişə bilər. Biri deyir, baxaq, deməli, birinci təhdid idi. İkinci isə səhvləmirəmsə təşviq idi. Bir də təlqin. Biri iş görmək üçün dilə tutmaq, həvəsləndirmək, bu təşviq eləməkdir, həvəsləndirmək deməkdir. 2-yə A olacaq. Sonra qorxu, hədə, təhdiddir. Hər hansı bir fikri qəbul etmək üçün edilən təsirdə, bu da təlqin eləməkdir. Ona görə burada olacaq 3-ə də C. Mübarizə mücadilə deyil, xəyalən göz qaban getmə deyil. Demək, 1-ə B, 2-yə A, 3-ə C olacaq. 78-ci sual. Sərvət sözünün leksik xüsusiyyətlərlə bağlı doğru fikirləri seçin. Leksi mənə malikdir, var dövlət sözlərlə sinonimdir, doğrudur. Amonki işlənə bilir, xeyr, işlənə bilmir. Antonimi yoxdur, bəli, doğrudur. Doğrular istəyir bizdən. Çox mənalı yarada bilmir, bəli, daha doğrusu yarada bilir. Məsələn üçün, elm insanın ən böyük sərvətidir, məcazi mənada. İşte, çox mənalıdır. Ona görə 5-də çıxdı. Cavab oldu 1, 2, bir də 4. 79-cu sual baxaq. Nümunədə altına xətt çəkmiş sözlə bağlı doğru fikirlər müəyyən edin. Sürət sözünü demək istəyir. Eyni hissənin aid homonim olan sözdür. Bəli, məxrəc sürət. Bir də var görünüş baxımından isim, ikisi də biri götürdü. Sürət sözü ilə eynilikli qrammatik mənaya malikdir. Xeyr, səhvdir. Sinonimi var. Surət, görünüş, üçü də götürdü. Terim üçün işləmişdir. Xeyr, görünüş tərz mənasında işləmiş. Tərz olmaz. Ona görə 5-də çıxdı. 1-3 olacaq cavabımız. 80-cı sual. Fərqlənib sözləri şərhlərlə uyğunlaşdırın. Səyyar kameralı hadisə yerində təşkillə başladı. Səyyar kameralar hadisə yerində təşkilləyə başladı. Bir səyyardır. Gənc aktyorun improvizasiyası hamı ürəyincə oldu. Binanın tikintisində intensiv çalışan fəallər mükafatlandırıldı. Deməli, baxırıq, hazırlaşmadan şeir, nitq söyləmə, mahnı oxuma və ya musiqi ifadə etmə, bu olar 2-yə A. Sonra, əzimli məqsədi niyyətində qəti olan bu deyil. Daim bir yerdə durmaq, istəyən yerdə daşınan bu səyyardır. Sonra, A-nı götürdü, C-ni götürdü. Gərgin, qızğın, daha məhsuldar və səmərəli. Burada olar intensivə D olacaq. Sonra, bir işə bələd olma, bir işi bacarma, təcrübə bu deyil. Ona görə cavabımız olacaq 1-ə C, 2-yə A, 3-ə də D. 81-ci suala baxaq. Eyni diaqramına əsasən uyğunluğu müəyyən edin. Deyil, qrammatik mənasına görə isimdir. Hər ikisi. Sonra, lətafət nə? İsim, əfəlat nə? İsim, hadisə sözü ilə sinonimdir. Bura 1-ə B alacaq. Sonra, antonimi yoxdur. Baxaq. Lətafət, incəlik, məsələn, kobulluq antonimi. Ona görə burada olacaq, əfəlatın antonimi yoxdur. 1-ə B ilə C. Sonra, incəlik və zəriflik, gözəlik sözlər sinonimdir. İncəlik, zəriflik, gözəlik sözlər sinonimdir. Bu olacaq 2-yə D.
Sonra amonim söz deyil, hər ikisi ibarətdir. Deməli, 81-də 1-ə B, C, 2-yə 2-yə D-dir, 3-ə isə A-nan E. Sonra 82-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. Deməli, belə, çap, bir də sifət həm isim, həm feil kimi işlənə bilən amonim sözdür. Üçü də amonimdir əslində baxanda. Deməli, isim və feil kimi düşünürsə, bura olacaq 2A. Sonra eyni hissəsinə aid amonimdir. Bu sifət olar. Bir insanın sifəti, bir də sifət termin kimi isim. Könəlmiş sözdür. Könəlmiş söz yoxdur, C çıxdı. Yalnız qramat mənası olan söz kimi də işlənə bilir. Bu belədir. Ədat kimi işlənir. D bura getdi. Termin kimi də işlənə bilən sözdür. Demişdik ki, sifət termin olur. 82-də cavabımız olacaq D, 2A, 3-ə B, Y. 2 dəqiqə testi biraz balacalaşdıraq. Deməli, 83-cü sual. Verilmiş sözlərin leksi mənaları arasında uyğunluğu müəyyən edin. Defis, arxiv, kolleksiya. Cümlə özlərinin əlavəsində əvvəl işlən uzun üfüqi xətt. Bu tiredi, açıqdır. Bir sıra mürəkkəb sözlərdə sözlər sətrdə sətrə keçirdikdə və s. məqamlarda istifadə edilen kiçik xətt. Bu defisdir. Sonra tarixi incəsənət abidələrini, elmi təbii qismatları toplayıb mühafizə və nümayiş etdirən müəssisə. Bu deyil. Qədim sənədlər və yazı abidələrinin saxlandığı müəssisə. Bu arxiv olar. Sənədlər deyilsə, yazı abidələr deyilsə. Bir də elmi və bədii tarixi əhəmiyyəti olan şeylərin müəyyən sistem üzərində düzülmüş toplusu. Bu isə bu kolleksiya olacaq. Deməli, cavabımız olacaq B, D, Y variantı 83-də. 84-cü suala baxaq. Verilmiş sözlərin leksi mənalarına uyğunluğu müəyyən edin. Deməli, Barelyev, Çertyoş, abidə bir işin nə kimi ardıcıllıqla və hansı müddətə yerinə yetiriləcəyini və yetiriləcəyini və s. qabaqcadan planlaşdırma bu deyil. Tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan heykəl bu abidə olar. 3-ə B. Sonra yastı səth üzərində alçaq qabarıqlı təsvir, bu barelyev olar. Sonra insan bədəni beldən yuxarı hissəsi, bu büst olar, bu deyil. Bir şeyin müəyyən üsullarla səth, kağız, taxta və s. üzərində çəkilmiş şərti qrafik təsviri, bu olar Çertyoş. Deməli, cavabımız olacaq 84-də C, Y, B variantları. Keçək 85-ci suala. Verilmiş sözlərin leksi mənalarına uyğunluğu müəyyən edin. Fövqəladə, aktual, optimal, ciddi nizam və intizama tabi olan, bu deyil. Adətdən xaric, görünməmiş, bu fövqəladə olar. Sonra ən əlverişli, ən münasib, bu optimal olar. Ən münasib yol, ən optimal yol. Sonra adi şərtdən fərqlənən qeyri-adi dayanıqlı, bu deyil. Hazırki vəziyyət üçün ən mühüm, ən vacib olan, ən aktual mövzu məsələn 85-də cavabımız olacaq B, Y, C variantları. 86-cı suala baxaq. Verilmiş sözlərin leksi mənasına uyğunluğu müəyyən edin. Mütərəqqi, müşavir, mülahizə. Deməli, məsləhətçi, məşvərətçi, bu müşavir olar. 2-yə A oldu. Sonra təşkil olunmuş ciddi nizam intizama tabi olan, bu deyil. Hər hansı bir məsələnin birlikdə müzakirə, iclas, bu da deyil. İctimai inkişafa kömək edən, mütərəqqi. Yaxşı düşünülmüş fikir, rəy, nöqteyi nəzər, mülahizə. Belə, bugünlük bu qədər. Videoyu bəyənməyi, kanala abunə olmağı unutmayın. Gələn görüşlərədək. Sağ olun.